Bugün mən yenə İranda baş verən hadisələrdən danışmaq istəyirəm. İran həm də bizə bir örnəkdir. 21-ci əsrdə yaşamaq, 21-ci əsrdə ölkəni idarə etmək və siyasi manevrin olmaması. Bu siyasi korluqdur həm də. Mən siyasətçi deyiləm, amma adi bir vətəndaş olaraq öz mövqeyimdən çıxış edirəm. İranda baş verən hadisələr siyasi korluqdan başqa heç nə deyil. İran deyilən bir məmləkət müharibə zamanı bu müharibədə özünü həm də qeyrətli bir rəqib olduğunu göstərdi. Bax, mən onun yaxşı tərəfində deyirəm, ancaq o əsas vermir ki, düşmən olanda da İran öz düşmənçiliyini kişi kimi aparır, başqa dövlətlərdən fərqli olaraq. Ancaq siyasi körlüğü bu gün İranın bu vəziyyətdə gətirib çıxarmağına əsas səbəb oldu. Balıqlar da manevr edir. Başqa bir yırtıcı balığı görəndə və yaxud köpək balığını və yaxud balinanı görəndə manevrin dəyişir, istiqamətin dəyişir. İranda isə bu istiqamət yoxdur. Bir tərəfində Çin deyilən əjdaha var, digər tərəfində Rus deyilən bir ayı var. O qarşı tərəfdə isə Amerika deyilən ağbaş yırtıcı qartal var. İran bu üç gücün arasında manevr edə bilmir. Bugünkü vəziyyəti isə onun ən ağır vəziyyətidir. Bəli, sən yaxşı kişi ola bilərsən, yaxşı, qeyrətli dövlət başçısı ola bilərsən, humanist ola bilərsən, ancaq sənin apardığın siyasət ölkəni müharibəyə sürükləyirsə, ölkəni qırğına, dağıdıcı müharibəyə sürükləyirsə, bu siyasi korluqdur. Vaxtında dəyişə bilməmək. Bax, bu əsas problemlər. Kişi kimi yaşamışıq, kişi kimi öləcək. Bizim məşhur o kinoda deyildiyi kimi. Belə çıxır ki, ətrafda hamı nakişidir, bunlar kişi. Kişilik odur ki, müharibədən qaçmaq. Siyasət odur ki, dövlətini müharibədən qorumaq. Ən yaxşı müharibə olunmayan, başlanmamış müharibədir. Allah insana dil verib, ağıl verib, şuur verib, başqa canlılardan fərqli olaraq bizə buynuz, diş, caynaq verməyib, bizə dil verib, vaxtında baş verib fikirləşmək üçün vaxtında düzgün siyasət, manevr edə biləcək siyasət yürütmək lazımdır ki, ölkəni belə bir vəziyyətə gəlsin. Əlbəttə, bütün ölkə dağılsın, insanlar tələf olsun, insanların övladları, biz müharibəni keçmiş bir millətik, bilirik nə deməkdir. Tələf olandan sonra, şimdi deyirəm, mən kişi kimi yaşamışım. Bir belə insanların həyatını riskə qoymaq bizim məşhur kinoda deyildiyi kimi. Bir kişilik xatirinə bu özü kişilik deyil, başqa nədirsə başqa bir şeydir.